Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində Kərbala vaqiəsinə əsr olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Kərbala vaqiəsi həqiqətin aynasıdır. Bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovdur. Hacı, xoş gəlmisiniz. Selamun aleyküm, xoş gördük. Digər qonağımız isə Əhl-i-Beyt məddahı Nail İbrahimovdur. Nail bəy, siz də xoş gəlmisiniz. Selamun aleyküm, mən də xoş gördüm sizlər. Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə minnətdarlığımızı bildiririk. Allah razı olsun, təşəkkür ederim qardaş. Kərbala vaqiəsi Muhərrəm ayı elə bir parlaq günəşdir ki, həqiqətən hər bir dövrdə heç nəyə rəğmən, heç nəyə baxmayaraq hər zaman öz parlaqlığını qoruyub saxlamış və hər zaman həqiqətsevər insanların qəlbinə saçmışdır ki, günü bu gündə eyni ilə biz Kərbalanın Muhərrəm ayının təravətini görməkdəyik. Və əlbəttə ki, haqdan, həqiqətdən qüvvət almış bir məktəbdir ki, Kərbala məktəbi. Biz bugün də onun canlı şahidi oluruq. Hacı, ümumən bir tamaşaçılarımız üçün maraqlı olar, bir müqəddimə kimi, bir giriş kimi. Kərbala vaqiəsi özündə hansı həqiqəti gizlətmişdir, hansı həqiqəti aşkar etmiş ki, günü bugünə qədər öz parlaqlığını qorumuşdur? Bismillahirrahmanirrahim və bihi nəstə'in innəhu xeyrun nasirin və mu'in və sallallahu ala rasulih əl-əmin. Rabbi şrah li sadri və yessir li əmri və ahlul uqdətən min lisani yefqahu qavli və haqqi Fatimə və əbiha və bərliha və bəniha və sirril mustavdari fiha. Allahümmə salli ala Muhammed və ali Muhammed. Çox sağ olun qardaş. Allah köməyiniz olsun. Zəhmət çəkisiz bu yolda. Mən də Nail qardaşımı da salamlayıram. Xoş gəlib. Allah nəfəsinə bərəkət versin. Hər kəs İmam Hüseynin yolunda hər nə xidmət edib, Allah xidmətlərini sizlə bahəm qəbul eləsin. Və buna da yəqinimiz olsun ki, İmam Hüseyin heç kimə borclu qalan deyil. İki dünya hər kəsin nə xidmət olub, onun ücrətini verəcək. Baxın, əziz qardaşım, Kərbala vaqiəsinin bilirsiniz mövzusu, deyərdim, bütün mövzulardan həm aktualdır, həm də ki, özünə məxsus bir tutumu və ağırlığı var. Mən illərlə insafən özümlə bağlı məsələn deyirəm, amma heç bir mövzuda bu qədər gərginlik, yəni yaxşı mənada ağırlıq hiss eləməmişəm. Bir zuhur mövzusudur, bir aşura mövzusudur ki, doğrudan bütün mövzuları özündə əhatə eləyə bilib. Məsələn, Kərbala vaqiəsi özündə nəyi cəm edib ki, görəsən ki, bu öz parlaqlığın, öz həqiqi simasını qoruyub saxlayır. Baxın, biz əslində Kərbala vaqiəsinin özün təhlilinə baxsaq, orada onun bir dənə tarixi hadisə olduğunu düşünsək, heç vaxt bu öz həqiqətin və simasını saxlaya bilməz və zamanla aradan getməyə məhkumdur. Ümumiyyətcə, tarixi hadisələr əgər tarixi hadisə kimi nəşriyyatda qalıb ya zehniyyətdə qalıbsa, bu əslində heç öz simasını qorumuyub, öz həqiqətini qorumuyub. O insanların həyatına tətbiq olunubsa öz həqiqətini qoruyub saxlayıb. Yaxşı sual verdiniz ki, Kərbala vaqiəsi necə olur ki, öz simasını qoruyub saxlayıb? Yəni, Kərbala bir dənə tarixi hadisə deyil ki. Kərbala bir dənə məktəbin bir növrəsidir. Və səbəb nə olub? Baxın, Hicr surəsi 9-cu ayə. Mütəal Allah orada özünün bir məsələ ilə bağlı hafizliyindən, mühafizəsindən danışır. Düzdür, orada söhbət Quran-ı Kərimdən gedir. Allah mütəal buyurur, İnna nəhnu nəzzəlnə zikr və innə ləhu ləhafizun. Biz Qur'anı özümüz göndərmişik, özümüz də onu hifz edirik. Başqa ayədə Allah mütəal deyir ki, Qur'ana heç vaxt, heç bir zərər gəlməz. Yəni, nə sağdan, nə soldan, nə qarşıdan, öndən, nə arxadan ona napaklar nə eləyə bilməz? Toxuna bilməzlər. Öz o paklığın, həqiqətin qoruyur. Özə baxın, ha, bugün bütün dünyanın hər bir tərəfdən Qurana çəng atdığı bir zamanda yenə görsən Quran o həqiqətin özündə saxlaya bilir. İndi biz sual eləyə bilərik. Görəsən Allahın deyəndə ki, o məqsəd ki, o söz ki, Allah mütəal deyəndə biz Qur'anı özümüz göndərmişik, özümüz qoruyuruq. Burada Qur'anda məqsəd nədən ibarətdir? Əgər söhbət bir dənə yazılı kitabdan gedirsə, o kitabdan çox ola bilər. Necə ki, bugün bəziləri ki, məsələn, bu kitabla başqa kitablar arasında heç bir fərqiyyətə qail deyil. Yəni, arasında heç bir fərqiyyət görə bilmir. Üçün zehniyyətində müqəddəsliyə qarşı nifrətin yaranmağın əslində
izhar edir. Ki istəmirəm amma mən bu məclisin, bu mövzunun o nuraniyyətini ora çəkəm. Elə mövzu gəlib bu hissədən deyirəm. Yəni Allah Mütealın deyəndə ki, mən Qur'anı biz özümüz göndərib özümüz qoruyacağıq, mənası burada kitabdan gedir, ya nədən gedir? Qur'an ümumiyyətdə bir dənə ayat-ı ilahidir. Allahın nişanəsidir. O nişanə ki, insan iki dünya necə xoşbəxt ola bilər? Hətta biz baxsaq bəzi uxrəvi məqamları, axirət məsələlərin etiraz edən cəmiyyətlərin belə Qur'ana baş vurub, oradan dünyaları üçün xeyir götürməyi də yerindədir. Bəli. Əgər bu şey bir həqiqətdən ibarətdirsə, Allah bunu qorumaqda qoruyaram deyəndə ki, qoruyacam, özümüz qoruyuruqda məqsəd budur ki, Allah öz ayətini qoruyur. İndi sual çıxır. Gəlin biz Kərbəlanın vaqiəsini təhlil eləyək. Kərbəla vaqiəsində hansı bir addım, hansı bir rəftar, hansı bir kəlmə söz Allahın ayəti ilə müxalifdir? İndi deyəcəm nəticəni ya. Baxın, Əli əleyhissalamın o Nəhcül Bəlağası barəsində bəzi sözlər ki, işlədilir. Deyirlər ki, Əli əleyhissalamın sözü bəşər kəlamından üstündür, yüksəkdir, Allah kəlamından aşağı. Baxın, bunu istəyirlər, deyərlər ki, bəziləri düşünməsinlər ki, biz deyək ki, necə Cəbrəil Peyğəmbərə nazil olub, Qur'anın ayələri nazil edirdi. Bəziləri deməsinlər, bunların da elə etiqadı budur ki, Cəbrəil nazil olub, bir-bir təzdən ayə göndərib amma. Bu cəhətdən deyirlər. Amma doğrudan işin əsli həqiqətində bir Həzrəti Əmirin, Həzrəti Əlinin ümumiyyətdə məsələn Nəhcül Bəlağəsini götürsək, bir kəlməsində ki, dünya onun o parlaq siz deyən kimi simasında bir zərrə nöqsan tapa bilmirsə, bu bəyən vəhiydən başqa bir şey ola bilərmi? Bu vəhyin qoruyuculuğundan başqa nə ola bilər? Yox, əgər doğrudan da bəşərin özünün məhsuludursa və siz deyən kimi şəxsiyyətsə Həzrət Əli, onda bu kəlamda mümkün də nə ola? Xəta ola. Bir halda ki, bunların heç birində xəta yoxdur. Mənası budur, bunun bir məxsus qoruyucusu var. Bunun bir həqiqətinin tükənməz bir qüdrətə vəsl olmağı var. Kərbəlanın vaqiəsi hər anı, baxın ha, özdə Kərbəlada sübhdən zöhrə qədər olan müharibədən getmir ha söhbət. Bəli. Həzrət İmam Hüseyin əleyhissalamın biz hələ qayıtsaq biraz da tarixin əvvəlinə, Maviyənin dövründən, o sülh dövründən ta ki Yəzidin dövrü gəldi, İmam Hüseyin əleyhissalamın Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya və Kərbəlanın vaqiəsinin baş vermələrinə bax, tarix bir dənə kəlməsini tapmayıb ki, Qurana müxalif ola. İndi sual çıxır ortaya ki, biz heç bir dost kimi yanaşmırıq məsələyə. Bir dənə əqillə yanaşırıq. Tam yad bir insan kimi yanaşırıq, amma əqli düşüncə və sağlam istidlallarla, dəlillərlə yanaşırıq. Kərbəlanın bu neçə illik hazırlanan proqramında Allahın kitabı ilə, ilahi hüquqlarla bir zərrə müxalifətin kim tapa bilib? Kim, özdə baxın ha. Deyərsiniz ki, bu günlərin təbliğatın çox getdiyi zamanda İmam Hüseyin çox təbliğ olunub. Bir zaman ki, İmam Hüseynin barəsində danışmaq cinayət olub. Bəli. Adlarının çəkilməyi cinayət olub. Övladları adlarının Baxın, qoyulması o, qadağandır. bir dənə misal düşdü yadıma. Bir zaman var idi, Həzrət Əli əleyhissalam şəhid olanda, belə geniş danışmaqda məqsədim axırda bir kəlmə ilə deyib yekunlaşmaq olaraq istəyirəm biraz mövzunu daha da açaq. Əli əleyhissalam şəhid olanda Muaviyə dedi ki, mən dünyanın bugün ən xoşbəxt adamıyam. Bir Allah ki, dünyanın ən bədbəxt adamı idi. Bütün sarayda kim var idi? Hamısını yığ. Dedi ki, bu günləri bizim üçün bir dənə bayramdır. Dünyada mənim ən böyük düşmənim dünyasını dəyişib. Daha bundan sonra mənim müqabilimdə kim dura bilər? Kimlər mənim müqabilimdə daha müxalifət eləyə bilər? Həmən gün göstəriş verdi ki, sarayda bütün rəqqasları çağır. Nə qədər ki orada o sarayındakı saxlayırdı, özdə xəlbət ha. Özünün məxsus rəqqaslarından biri var idi. Çox-çox üzr istəyirəm bu ifadəmə görə. Ki gördü bunu çağırdı, dedi ki, bu gün mənim üçün ən yaxşı rəqslər elə. Buna görə ki, mənim üçün toy bayramdır, bu gün ən yaxşı sevinci yaşayıram mən. Gördü bunun nəsə halı biraz pərişandı. Dedi, sən niyə narahatsan? Dedi ki, niyə narahat olmayım? Dedi, sən də sevinməlisən mənim kimi. Dedi, Muaviyə, niyə? Dedi ki, dünyada mənim ən böyük düşmənim ölüb. Sən də mənim rəqqasımsan. Sən də mənim kimi bu şadlığı, sevinci yaşamalısan. Dedi, bədənim sənin sarayında rəqqasdır. Qəlbim Əlinin qapısındadır.
o xanımı həmən sarayda çox böyük işgəncə ilə Muaviyə öldürtdürdü. Həzrət İmam Sadiq əleyhissalam deyir ki, o bir dənə şəhidə savab apardı. Ki, Cəddim Əmir Əl-Mömin neynədi? Müdafiə elədi. Baxın, belə bir çətin dövrlərdə Aşuranın nəinki baş verən gününə, hazırlanan proqramına bir zərrə Allahın ayəti ilə müxalifət heç kim tapa bilməyib. Elə bir rəftar varmı? Hətta İmam Hüseyin ağanın əsir olan balaları əsirlikdə bir iş görsünlər ki, Quranla müxalif olsun. Baxın ha, çox doğrudan insanı düşündürən məsələdir ya. 3 yaşında uşağı yol boyunca qamçılayalar, qamçılar altında. Onu Kərbaladan gətirərlər Şama, İraqdan gətirərlər Şama. O bir dənə Quranın əleyhinə bir müxalif addım atmaya. Bu vəhyin qorunmağından başqa, bu vəhyin özünün hifz elədiyindən başqa, vəhyin özünün təqib elədiyindən başqa nə ola bilər ki, bu qədər sinxiyyəti uyğunluğu var bunların? Bu qədər eyniyyəti var bunların. Nə səbəb olub Kərbala? Öz parlaqlığını qoruyub saxlaya bilib. Buna görə Allah deyəndə inna nəhnu nəzzəlnə zikr və innə ləhu ləhafizun. Biz ayəti, Qur'anı özümüz göndərmişik, özümüz qoruyacağıq. Bu bir mesajdır bütün dünyaya. Kərbəla Allahın ən yaxşı ayətidir. Amma hər kəs həqiqətin özünə mülhəq olub qoşulubsa, bilsin Allah onun muhafizidir. Görsən bir nəfər özü tək o tənha, həyatında bir hadisə baş verir. Qəlbində rahatçılığı olur. Hər nə qədər düşməni çox olsa da. Sanki onu qoruyanı hiss edir. Bu bizim üçün nümunədir ki, hər kəs Allahın ayəti kimi görsənə bilsə, Allahın nişanəsi kimi özün düz görsənə bilsə, Allahın nişanəsinə çevrilə bilsə, onun mühafizi Allahdır. Kərbala hadisəsinin qorunmağının mənası budur ki, Kərbala Allahın ayətidir. Allah da ayətinə özü zamindir. Mütləq zamindir ya. Bəli, əlbəttə. Mütləq zamindir ki, heç bir bəşər övladı vəhyin nə edə bilməz? Kəlamını ortadan apara bilməz. Allahın ən yaxşı kəlamı İmam Hüseyin ağanın həyatı. Həzrət İmam Hüseyin ağanın həyatı bilsin nədir? Elə bir Allah kəlmə bə kəlmə danışıb. İmam Hüseyin Allahın sözüdür. Danışılanın sərgilənən cümlələridir. Kərbəla deyərlər, böyük üləma deyərlər, Kərbəla mücəssəməyi Qur'andır. Təzahürü Qur'andır. Baxın, həqiqətən bugün imamətə qarşı insanların baxışlarının çox zəif, çox acizanə olması əslində insanların məzhəblərin çoxalmağına, yolların açılmağına şərait yaradıb. İmamətlə bağlı doğrudan Qur'anın üslubu ilə hər hansı bir yanaşma düz olsa, insan heç vaxt o ayrı seçkiliyə yol verə bilməz. Çünki imamətin həyatında bütün həqiqətin hamısı öz parlaqlığını göstərib. Bunun da zamini Allahdır. Biz yenə deyirəm, heç Aşura məktəbin nəuzubillah fərz edək qəbul eləməmişik. Bəli. İmam Hüseyin əleyhissalamın qiyamı ilə bağlı xüsusi bir məhəbbətlə yanaşmamışıq. Biz əqli dəlillərlə baxsaq, hal-hazırdakı mövcud olan vəziyyətin olmasına baxmayaraq, hər bir dövrün vəziyyətinin gəlib aradan gedib, amma bu vaqiənin eyni rəngdə qalması özü bir fitri nişanədir ya, yox. Bəli. Baxın, dünyada kim olub ki, fitrəti aradan aparıb, fitrət dəyişib? Bilirsiniz də insanın fitrəti dəyişmir. Bəli. Fitrətin düzdür, üstü örtülə bilər, fitrətin qabağına nəsə çəkilə bilər, fitrətin maniyələr ola bilər, amma fitrət dəyişmir. Bəli. Misal, bir nəfərin aclığı, susuzluğu daxili ehtiyacdır. Görürsən, Allah ona fitri öyrədib. Bəli. Uşağın doğulmağı kimi və s. Yadımdadır ki, bu misalı biz sizin verilişdə bir dəfə də çəkmişdik. Şimdi məhəlli şahidim deyir, amma bir nəfər durub elə bir ki, bilsin nəyə bənzəyir. Bir nəfər durub deyir ki, bir nəfərin yanında çoxlu dayanmadan təkrarən deyir ki, çörək yemə, su içmə, suslama, acma, təkrar. Bu qədər səslərin, küylərin içində daxilən insanın acılığı gələndə bütün səs-küylərin hamısını aradan aparır ya aparmır. Bu bir fitri və daxili tələbdir. Bəli. Bu qədər dünya səs-küyləri ilə müxtəlif zamanlarda, müxtəlif hücumlarla hamısı gəlib aradan gedib. Bu həqiqət qalıbsa, bu fitri nişanədir. Bəli. İmam Hüseyin əleyhissalamın məktəbi bir dənə nişanə fitridir. Allah İmam Hüseynin insanın fitrəti ilə insanlara yönəldib və təbliğ edib. Bu başqa təbliğatlarla aradan gedə bilməz. Əlbəttə. Buna görə öz çöhrəsini qoruya bilir.
Buna görə həqiqətən bir dənə ananın millətindən asılı olmayaraq, irqindən asılı olmayaraq, hansı tayfadan asılı olmayaraq, bir dənə ananın balaya olan məhəbbətin kimsə ona öyrədir, ya elə bunun daxilində gəlir bir şeylər. Əlbəttə bunun daxilində gəlir. Bunlar öyrədilməklə deyir ki, İmam o böyük üləmadan bir yaxşı bir söz dedi ki, bizim sözlərimizlə məsumların yolu təbliğ olunmur ki. Biz məsumların sözünü danışmaqla istəyirik etiqadımızı, əqidəmizi və cərgəmizi müəyyən edək. Bu sözlə, məsumların həyatı sözlə təbliğ olunan məsələ deyil ki, məsumların həyatı Allahın fitri çağırışı ilə təbliğ olunub. Bu daxili çağırışdır. Niyə Həzrəti Əmirin Nəhcül Bəlağada bir kəlməsini görən, hətta düşmən də olsa birdən onun daxilən vurğun olur. Çünki insanın fitrəti ilə bağdaşlığı var, uyğunluğu var. Eynən Kərbala vaqiəsi. İnsanın fitrəti ilə o uyğundur və bağdaşlığı var. Həqiqəti fitrətlə eynidir. Buna görə öz parlaqlığı mütləq qoruyub saxlayır. Yəni bütün səslərin, küylərin hamısı necə 14 əsrdir gəlib gedib, bundan da sonra qiyamətə qədər bütün səs-küylər hamısı yığışacaq, aradan gedəcək. Amma Kərbala vaqiəsi öz parlaqlığını qoruyacaq. Buna görə Allah vəd verib. Biz öz ayəmizi qoruyacağıq. İmam Hüseyin ağanın vaqiəsi Allahın ən yaxşı ayətidir. Çox təşəkkür edirik sizə. Həqiqətən çox incə məqamlara toxundunuz və mühüm, faydalı məqamlardır. İnanırıq ki, tamaşaçılarımız da sizin çıxışınızdan faydalanacaqlar. Minnətdarıq sizə. Razı olsun. Dəyərli izləyicilərimiz, dəyərli məddahımızın çıxışından sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahmanu ya Rahim. Sallallahu aleyke ya Aba Abdillah. Seyyidena el-mazlum, Seyyidena el-garib, Seyyidena el-atşan. Men bülbülü gülzar-ı Hüseyin'em, ne gamim var. Men bülbülü gülzar-ı Hüseyin'em, ne gamim var. Yari gülü bihar-ı Hüseyin'em, ne gamim var. Ne layıkım ama safi eşke koşulmuşam. Yani şıhridar Hüseyin'em, ne gamim var. Uqbada elimden yapışar, elsize belfaz. Dünyada giriftar Hüseyin'em, ne gamim var. Dünyada Hüseyin'in gamini şadlığa vermem. Şadem buna gamxar Hüseyin'em, ne gamim var. Gelmir bütün amalime bir zerre gümanim, amma çok ümid var Hüseyin'em. Ne gamim var. Her müşküle düşsem de ebel fez eder asan. Çün yar-ı elemdar Hüseyin'em, ne gamim var. Vardır yeri olsa kefenim bu kara köyüne.
mən məhrəm-i əsrar Hüseynəm. Nə qəmim var bir iddə şəbi əvvəl qəbrin gərandi. Bir iddə şəbi əvvəl qəbrin gərandi. Mən yox çün əzadar Hüseynəm. Nə qəmim var yad eyləyərəm. Yad eyləyərəm ləblərini içdicə sərin su. Çün təşne-i didar Hüseynəm. Nə qəmim var fəxr eyləyər aləmdə hərə. Bir şeyə məndə fəxrim budur. Zəvvar Hüseynəm. Nə qəmim var. Hacı, iman mövzusu İslam dininin ümumiyyətlə əsas ana xəttidir ki, elə dinimiz də, etiqadımız da, əqidəmiz də elə məhz imandan başlayır və imanla da yekunlaşır insan dünya həyatında ki, axirət həyatında da elə imanla sorğulanır. Bəs Kərbəla vaqiəsinin iman məsələsində, insanın imanı məsələsində nə kimi əhəmiyyəti var? Nə cür mühümliyə sahibdir? Baxın qardaşım, biz eləyə bilərik iman mövzusunun əvvəl iman olunacaq bir varlığın, iman gətiriləcək bir varlığın özünün insana verdiyi vədlərə baxaq. Bəli. Və o vədlər əgər doğrudan xilaf deyilsə, insan onda zəruridir və ehtiyaclıdır. Möhtac ona neynəsin? İman gətirsin. Kərbəla hadisəsində iman məsələsi budur ki, deyərdim, bəlkə də sualı lap bu cür qursaq daha yaxşı olar ki, Kərbəlada imanın hansı göstəriciləri var idi? Bəli. Məsələn, bu verdiyiniz sual da yerində əla bir sualdır ya. Bayaq dediyimiz kimi Kərbəlada ümumiyyətcə, məsələn, orada görsənməyən heç bir gözəllik qalmayıb. Bütün gözəlliklər Allah o vaqiədə sərgiləyib. Ola bilməz ki, insan Allaha iman gətirməyə, daxili imanı olmaya, amma Kərbəla vaqiəsini başa düşə və onu həyatında yaşaya bilər. Bu əsla mümkün deyil. Çünki, məsələn, baxın, gəlin mən bir dənə bəhs açaq, bir dənə ayəyə nisbət. Bizim hamımızın etiqadımız budur ki, Allahın vədi sadiqdir. Bəli. Və əgər Allahın vədi sadiq olmasa, onda heç kəsin ona iman gətirmək haqqı olmaz. Və əlində də əsasları yetərli olar. Bəhanələri tutarlı olar, dəlilləri. Misal Hud surəsi 115-ci ayə. Allah Müteal bu ayədə heç bir kəsin əcrinin zay olmamasını əmr edir. Misal, deyir vəsbir fə innəllaha la yuzi'u əcrəl muhsinin. Allah Müteal bütün bəşəriyyətə, müsəlmanlara, möminlərə deyir ki, neyin? Vəsbir, səbirli olun. Fə innəllaha la yuzi'u əcrəl muhsinin. Səbirli olun, Allah heç kimin əcrin zay eləməz. Biz bu ayəyə iman gətirmişik. Bəli. Baxın, dünyada əgər insanlar o Allah istəyən imanla yaşasalar, Allah kiminsə əməlin zay eləməz ki, bu ayəyə nisbət. Bəli. İndi elə bir işlər var ki, o işlərin müqabilində iman əhlinin mükafatı təqdim olunmalıdır. Bəzi işlər var ki, onların dünya mükafatı şəhadətdən başqa heç bir yolla ödənə bilməz. Biraz diqqətli olaq. Fikrimi inşallah seylim var. O dediyiniz mövzuya gələcəm. Mən istədim elə mövzuya bu tərəfdən yanaşam. Əlbəttə. Allah vəd verib ki, Allah sən verdiyin vədə sadiqsən. Mən heç bir yaxşı iş görənin mükafatını zay eləmərəm verəcəm. Bəli. Bəzi işlər var ki, insan o işləri görəndə onun mükafatı dünyada şəhadətdən başqa heç bir şeylə ödənməz. Və hər bir imanlı adam da öz gördüyü işin mükafatının haqqı var Allahdan neynəsin? Tələb eləsin. Baxın, Həzrət İmam Sadiq ağadan mən bir dənə hədis yazmışam. İstəyirəm bu məsələni bundan
danışaq. Həzrət İmam Sadiq ağa buyurur ki, fələmma tuvuffiyəl Həsənu və məza fətəhəl Hüseyn əl-xatəmət salisə fəvəcədə fiha ən qatil fəqtul və tuqtəl uxruc bi əqvamin li şəhadəti la şəhadətə ləhum illa məək. Həzrət İmam Sadiq ağa buyurur ki, o zamanki İmam Həsən ağa dünyasını dəyişdi. İmam Hüseyn əleyhissalam bir dənə bağlanmış, möhürlənmiş o şeyi ki tapdı. Onun 3-cü möhüründə gördü yazılıb. Bu iki sən öldür, döyüş və öldürüləcəksən. İstəyirəm bunu deyəm. Və uxruc bi əqvamin li şəhadəti la şəhadətə ləhum illa məək. Deyir ki, sən bir qrup bu qovm üçün şəhadətə addım at. Ümmət üçün bu şəhadətə addım at. Və sən şəhid olmasan, şəhadətə addım atmasan, la şəhadətə ləhum illa məək. Onlar üçün şəhadət yazılmayacaq. Dünyada insan iş görüb ki, onun mükafatı şəhadətdir. Bəs bu şəhadətin məktəbi bünövrə olunması Allah insanın əməlin zayi eləyər eləməz. Təqdim olunan mükafat ki, şəhadətlə ödənə bilər. İnsan bir cür özünü hazırlayıb ki, artıq o mütləqdir şəhadətə neynəsin. Baxın, Bişr ibn Əmir Xəzrəmi tarixdə özünə məxsus böyük şəxsiyyət. Bişr ibn Əmir Xəzrəmi. Bilirsiniz kim idi o? Kərbalada xəbər tutdu ki, oğlun o sərhəd məntəqələrinin birində əsir tutublar. İmam Hüseyn ona fidyə də verdi ki, get buradan. Get oğlunu azad elə. Dedi ki, ya Əbu Abdillah, mən gedim oğlumu azad eləyim, səni bu az qoşunla, çox qoşunun arasında qoyum, xəbərini gələn karivanlardan alım, başqalarından alım. Baxın, 2 dənə xüsusi nöqtə var ki, bu məsələdə insanın diqqətini cəlb edir. Kərbala niyə iman məsələsidir? 1. İmam Hüseyn əsarətdə qalıb, hər kəsin şəhid olub və əhli əyalının əsir olub, bu qədər müsibətə düçar olacağını bilən halda bir nəfərin oğlunun əsarətini düşünür. Öz balalarının əsarətini yox. Bəli. 2. Bu tərəfin imanına bax. Kərbala iman məsələsidir. Bu tərəfə bax. Ən əzizin belə əldən verib. Ən əzizin əldən verib. Əsir olub. Onun arxasınca getmir ki, İmam Hüseyn, mən vicdanım yol verməz ki, səni burada neyniyim? Tək qoyum. Əgər doğrudan Kərbalada insanların imanı sabit olmasa və Kərbala məktəbinə insanların baxışı iman çərçivəsində olmasa, bu məktəbə necə yanaşıb və bu məktəbi necə başa düşüb, necə yaşaya bilərlər? Oğlu məntəqələrin birində ən əzzi belə nə olub? Əsir olub. Amma gəlir, o öz balaların İmam Hüseyin ki, bundan balaların əsarətini düşünmür. Bunun balasının əsarətdən azadçılığını düşünür. Bu da onun imanına bax, imama qarşı verdiyi müsbət cavaba. Dedi, mən gedim oğlumun əsarətindən azadçılığı ələ gətirim. Qəlbim rahat olsun, sevinim, amma sənin xəbərini bu düşmənlərin arasında başqalarından alım. Dedi, əsla və əbəda. Oğlun əsarətində qalmasına baxmayaraq İmam Hüseyin əleyhissalamla nə oldu? Kərbalada şəhid oldu. Baxın, iman doğrudan mühüm məsələdir və İslamın meyarı imandır ki, insanları o imanın məhvərində, ətrafında dövr edib yaşamağa təşviq edir. Baxın, nə çox adamlar imamla çiyin-çiyinə bir cəbhədə döyüşüblər. Misal Ubeydullah ibn Abbas. Bəli. İnsan iman çərçivəsindən gedəndən sonra ən əzizlərin belə o yola, belə deyim də, o bizdə deyirlər, bədfanə deyirlər, ha? O yola verər, atar heç baxmaz da. Birisi də Ubeydullah ibn Abbasın 2 dənə balasını Busr ibn Ərtat öldürüb. 2 dənə körpəsin. Ubeydullah ibn Abbas bir zaman, bir dəfə Muaviyyənin nəfəsi ona dəydi. Gəldi oldu Muaviyyənin cərgəsində, oğlu 2 dənə körpəsinin qatil olan Busr ibn Ərtatla eyni cəbhədə xidmət elədi. Bu imansızlığın nişanəsidir. İndi bax imanın nişanəsinə. Bişr ibn Əmr Həzrəmiyə. Balası əsirdir, deyir ki, mən İmam Hüseyin səni qoyub yolda gedə bilmərəm. O 2 nəfər cavan gəlmişlər İmam Hüseyin ağanın yanına. Bunlar ağlayırdılar. İmam Hüseyin ağa dedi ki, niyə ağlayırsınız? Dedilər, and olsun Allaha, canımızın qorxusundan ağlamırıq ha. Ağlayırıq ki, səni bu əsarətdə görüb əlimizdən bir şey gəlmir. Deyir İmam Hüseyin ağa deyirdi ki,
narahat olmayasınız. Allah sizə ən imanlı, ən təqvalı insanların mükafatını verəcək. Və Allah sizə ən təqvalı insanların, ən imanlı insanların mükafatını versin. İmam Hüseyin bunlar üçün dua edirdilər. Bunların baxın ağlamağına. Öz canlarının itkisini ağlamırlar ha. Çünki bilirlər orada can itkisi yoxdur. Bəli. Çünki bilirlər orada heç bir şey əvəzsiz qala bilməz. Bunlar nəyə ağlayırlar? İmam Hüseynin o düşmənin əsarətində qaldığı bir təqdirdə imama bunlar artıq kömək edə bilmirlər, ona ağlayırlar. Bəyən bu iman işi deyil. Bu imandan başqa nəyin işidir ki? İnsan canını da qurban eləyir. Hələ onu az bilir. Bu imanın işində o deyir. John bilirsiniz, Əbazərin Qulamı da tarix onun barəsində ən gözəl səhnələri yazıb var, insafən cümlələri. Deyir John bir qulam idi da, cəmaət onu Mədinədə nə qədər ehtiram qoyurdu. Heç o qədər də sıradan bir ehtiramlı adam kimi də görmürdülər. Amma baxın, Allah yanında onun dəyərinə, iman yəni bu. İman insanı gətirib hara çıxardar? O yerə ki, insan imanı ilə özünü hazırlayıb, Allah da vəd verir, mükafat zayi olmayacaq. İmam Sadiq əleyhissalam deyir ki, o iki o üçüncü möhürü ki açdı, orada İmam Hüseyin Allahın bir vədi var idi. Ki sən şəhadətə çatmasan, şəhadət üçün addım atmasan, bunlar şəhid olmayacaq. Bəs bunların axı mükafatı var. Dünyada bunlar özlərin bir cür imanla qoruyublar ki, bu imanın mükafatı müqabilində təqdimatı gərək şəhadət ola. İndi İmam Hüseyin şəhid olmasa, bunların mükafatı zay olar. Allahın vədi nə olmaz? Bərpa olmaz. Bəli. Allah İmam Hüseynin şəhadəti ilə öz vədini nə edib? Sabit eləyib. O Covun gəldi İmam Hüseyin ağa dedi ki, ağa, mənim bir qəbiləmin hörməti yoxdur ki. Nə qədər hörmətli qəbiləm var? Belə bir hörmətli qəbilə deyil. Özümün də dərim iyi gəlir. Rəngim də qaradır. Dedi, ağa, səni anda verəm Allaha, məni behişdən uzaqlaşdırma. Qulamın imama dediyi sözə baxaq. Dedi, məni behişdən uzaqlaşdırma. Qoy mənim dərim yaxşı iyi versin, qoy mənim üzüm ağ olsun. Qəbiləm də aşağı səviyyədə bir qəbilədir da. Qoy o qəbiləm də bir iftixar eləsin. Bu iftixarı harada tapmışdı? İmam Hüseynin qapısında. Kərbala vaqiəsində. Deyir İmam Hüseyin ağa ona dedi ki, buyur. Gəldi şəhid oldu. O bilirsiniz o məşhur ki, İmam Hüseyin ağanın cümləsidir ki, Allahümmə bəyyiz vəchə və təyyib rihə. Allah bunun üzünü ağ elə və təyyib rihə. O iyin də gözəlləşdir. Və Peyğəmbər ali Peyğəmbərlə bunu tanış elə. İmam Səccad əleyhissalam deyir, o zaman ki Kərbala şəhidləri dəfn olunurdu, həmən covundan məxsus iyi gəlirdi. Atam Hüseyn ibn Əlinin duası qəbul olunmuşdu. Ki demişdi və təyyib rihə. Allah səndən istəyirəm onu neynə? Və bəyyiz vəchə. Onun üzünü ağ elə və təyyib rihə. İyin də gözəlləşdir, pak elə. Baxın, bunlar iman məsələsi idi. Və iman budur ki, Allaha olan iman insanın öz vəzifəsidir. Allah imanlıların imanının həddinə ki, mükafatı o imanın dərəcəsinə görə verir. Bəzi imanların dərəcəsi şəhadətdir. İmam Sadiq ağa deyir ki, Allah əmr edib. Əgər bu şəhadətin məktəbi olmasa, iman əhlinin mükafatı təqdim oluna bilməz. Baxın, Kərbala vaqiəsi Allahın bir vədidir. İnsanların iman dərəcəsinin intihasının müqabilində olan mükafat. Yoxsa və illa insanların əməli dünyada zay olardı. Bu da Allah üçün bəri, uzaq bir işdir, uzaq bir sifatdır ki, Allah onun üçün iş görənlərin mükafatı ədalətlə verilməlidir, Allah onu verməyər. Bəli. Baxın, Allah hər işlərimizin müqabilində bizə ədalətlə davransa, biz çox şeylər itirərik. Bəli. Allah bizin hələ rəhməti ilə davranır. İndi hələ biz Allahın rəhməti ilə davranmağın bir kənara qoysaq, ədalət prinsipini ortaya çəksək, bəzi insanların yaşayışı tələb edir ki, o mütləq şəhid olmalıdır. Əgər indi şəhadətin məktəbi yoxdur, əməlin mükafatı necə təqdim oluna bilər? Kərbala vaqiəsi Allahın insana verdiyi əməl mükafatıdır. O əməllərin özünə məxsus dərəcəsində ölçülmüş mükafatıdır. Bu həmən imandan doğan məsələdir. Və hər kəsin ki, Allaha olan imanı itibsə, əsla eləyə bilməz ki, Kərbala vaqiəsinə baş vura və o məktəbə vəsl ola. Və tarixən Kərbala vaqiəsindən ayrılan insanlar imanını itirən insanlar olur. Belə bir adam tarixdə görsənmədi, imanı sabit ola, amma vilayətsiz ölə. Əsla belə bir iş baş vermədi.
Kərbəla vaqiəsi həm iman göstəricisidir, həm imanlı insanların əməllərinin intihasının mükafatıdır. Olmasaydı bunlar hamısı mesela aləmdə ədalət prinsipi, nizam məhv olardı. Ki kökü iman, mükafatı da həmən şəhadətdir. Teşekkür ederiz size çok güzel açıklamalara göre. Allah razı olsun qardaş, təşəkkür. Nail Bey, sizden daha bir ifa isteyeceği lütfen. Allah kabul eləsin inşallah. Aç gözün yatma əbəl fəz, ay kimi batma əbəl fəz, məşqi parə gözü yarə qardaş, dur məni qoyma avara qardaş, məşqi parə gözü yarə qardaş, dur məni qoyma avara qardaş, qəlbimə şölə salırlar, səbri aramim alırlar, ağlayanda başın üstə, ağlayanda əl çalırlar. Dur Hüseynün düşüb dərdə qardaş, çarə qıl qavmə namərdə qardaş, məşqi parə gözü yarə qardaş, dur məni qoyma avara qardaş, sən yıxıldın yatdı pərçəm, qəlbimə qəm doldu kəm-kəm, çöllərə su cari oldu, çöllərə su cari oldu, qan oleydi nəhri əlqəm, məşqi parə gözü yarə qardaş, dur məni qoyma avara qardaş, məşqi parə gözü yarə qardaş, dur məni qoyma avara qardaş, ayrılır qardaşından Hüseyn, uza boya bəl fəzlin göndərir meydanımı, əvvələn öpdü o uzun qollarından, dedi qardaş, meydan xətərlidir, su ələ gəlməsə də gözlə qolundan qardaş, gözlə qolundan qardaş, arxam elimə bəlfəz, sındı belim əbəlfəz, ay qəhrəman,
Əbəl fəz arxam elim əbəl fəz. O sınan başını al diye Belfazlın dizi üstüne belə səsləndi bir bu səvir. Hüseynə güldən gözəl üzündən Əlsiz necə çəkibsən Üspər oxi gözündən. Gördüyə Belfazın gözündən yaş gəlir. O ox dəyən gözlərindən öpdü. Ay qardaş. Dedi qardaş olmaya anun yadıma düşüb, olmaya balaların yadıma düşüb. Dedi qardaş Hüseyin ağlamaram, anam oğulsuz qalıb. Ağlamaram, balalarım yalqız qalıb. Dedi bəzə Belfaz niyə belə ağlıysan? Sənə yalqız canım qurban, sənə balalarım qurban. İşarət eylədi dedi Hüseyin. Bir mənzərə gördüm mən özüm xeymə sərada. Yandım elə ki ud yanar mizmər əlində. Ölsəm də bu heyhat çıxmaz mənim yadımdan. Qalmışdı rübabın yaxası əsğər əlində. Mən xeymələrə su apara bilmədim. Mən rüqəyyədən xəzalətəm, rübabdan xəzalətəm. Gedənmərəm xeymələrə. Rəsmi aləmdir ki qurbanı bölərlər dörd yerə. Rəsmi aləmdir ki qurbanı bölərlər dörd yerə. Bildilər ta sən Hüseyin qurbanısan, çox böldülər canə Belfaz. Bildilər ta sən Hüseyin qurbanısan, çox böldülər. Sallallahu aleyk ya Əbu Abdillah Seyyidena Mazlum. Teşekkür ederiz sizə. Səsinizə qüvvət, səsinizə bərəkət. Hər ikiniz dəvətimizi qəbul edib gəldiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Hacı, çox gözəl məqamlara toxundunuz. Çox faydalı məqamlar açıqladınız. İnşallah tamaşaçılarımız üçün də çox faydalı olar. Sizə Nail bəy, təşəkkür edirik. Gözəl səsinizlə feyziyyab etdiniz bizi. Minnətdarıq sizə. Təşəkkür. Allah qəbul etsin. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Mütəallı Allah hər zaman qəlbimizə haqqı, həqiqəti tanımağı və onun aynasını da, yəni Kərbəla vaqiəsində fəhm etməyi nəsib etsin. Növbəti buraxılışlara dək Allah'a əmanət.